Tez-tez investisiya xəbərlərində gördüyümüz FED nədir? Bu, ABŞ Federal Ehtiyat Sistemi, qlobal maliyyə bazarlarına ən güclü təsirə malik qurumlardan biridir. Gəlin onun rolu və fəaliyyətini nəzər salaq. FED-in əsas vəzifəsi ABŞ iqtisadiyyatını sabit saxlamaqdır. Bunun üçün üç əsas alətdən istifadə edir. Faiz dərəcələrini tənzimləmək, pul təklifini idarə etmək və maliyyə sistemində sabitliyi təmin etmək. Faiz dərəcələri niyə bu qədər önəmlidir? Faiz dərəcələri qalxanda kreditlər bahalaşır və xərcləmələr azalır. Bu, inflyasiyanı cilalamağa kömək edir. Faiz dərəcələri endiriləndə isə kredit ucuzlaşır, xərcləmələr artır və iqtisadi artım təkan verir. FED-in qərarları yalnız ABŞ-a aid deyil, bütün dünya bazarlarına təsir edir. Faizlərin dəyişməsi, qlobal valyuta məzənələrindən tutmuş investisiya qərarlarına qədər hər şeyi formalaşdırır. FED-in qərarlarını izləyin və investisiya strategiyanı buna uyğunlaşdırmağı unutmayın.